Salam. Deməli, natural ədədlərə aid bu sınavın izahına birlikdə baxaq. Birinci testlə başlayaq. Ardıcıl iki cüt və ardıcıl iki tək ədədin əboblar cəmini tapın. Yadınızda qalsın, hazır qaydadır. Ardıcıl iki cüt ədədin ardıcıl iki cüt ədəd. Məsələn, 6, 8 və ya nə bilim 20-22 fərqi yoxdur. Ardıcıl iki cüt ədədin əbobu 2'ye bərabərdir. Bunu bu şəkildə də yadınızda saxlaya bilərsiniz. Biri 2 vur n, biri 2 vur n plus 1 şəklində ardıcıl cüt ədədləri yazsaq, görərik ki, əbob 2'dir. 2. 2 tək ədədin əbobu isə bilirik ki, 2 tək ədəd, ardıcıl 2 tək ədəd qarşılıqlı sadə ədədlərdir və qarşılıqlı sadə ədədlərin əbobu 1'ə bərabərdir. 2 üstə gəl 1. Düzgün cavab olur. B variantı 3. Rəqəmlər cəmi 16 olan ən kiçik 3 rəqəmli ədədin rəqəmlər hasilini tapın. Rəqəmlər cəmi 16 olan ən böyüyü tapaq gəlin. Məsələn, 9'un üzərində nə əlavə etsəm 16 olar? 7, belə düşünün. Rəqəmlər cəmi 16 olan ən kiçik, deməli, ən böyüyü tapaq 9, 7, 0. Düzdürmü? Bu ən böyükdür. İndi bunu ən kiçikdən tapsaq, axı 0, 7, 9 yaza bilmərik, qarşıda 0 olmur, 3 rəqəmli olmur. Onda bu zaman 1 ilə düşünək. Bura versəm 1, olur 6 və 9. Bu da bizə verir 169. 169'un rəqəmlər hasili 1 vur, 6 vur, 9. Düzgün cavab 54 C variantı. A və B qarşılıqlı sadə ədədlər olarsa, uşaqlar xahiş edirəm dəfələrlə dərslərdə deyilib. Qarşılıqlı sadə ədədlərin əbobu 1'ə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əkobu A vur B hasilinə bərabərdir. Yəni əbob 1 çıx əkob, yəni A vur B. Düzgün cavabımız olacaq 3-cü testdə D variantı. Növbəti testə baxırıq. 4'ə bölünən bütün 3 rəqəmli natural ədədlərin sayını tapın. Deməli, qaydada nə demişdik? 4'ə bölünən ən kiçik və ən böyük 3 rəqəmli ədədləri hesablayıb tapırıq. Ən kiçiyimiz 100'dür. Sonki rəqəmi 0 olan və sonki rəqəmi 4'ə bölünən ədəd. Ən böyüyümüz 996'dır. Bəs say necə tapılırdı? Ən böyükdən ən kiçiyi çıxırıq, bölürük 4'ü. Çünki ara məsafə 4'dür və üzərinə 1 əlavə edirik. Bütün 3 rəqəmli natural ədədlərin sayını istədiyinə görə. Deməli, 996 çıxılsın 4. Bu bizə verir 896. Bölürük 4'ə. 224 üzərinə də 1 əlavə edirik. 225. Düzgün cavab 4-cü testdə D variantı. Daha sonra davam edək. 5-ci test. Deyəsən 13 üstü 13'dür. Əgər düz görürəmsə 13 üstü 13 ədədinin sonuncu rəqəm. Uşaqlar, sonuncu rəqəm necə tapılır? Bu hazır qaydadır. Yenə qüvvət bölünür 4'ə. 13'ü 4'ə bölsək 3 qalıq 1. Bizə bu lazımdır. Yəni 13 üstü 13 elə 13 üstü 1 sonu, yəni qalıq da buraya yazır. 13 üstü 1'in son rəqəmi nə olacaq? 3. Yəni düzgün cavab B. Məsələn, qalıq 2 olsa, siz 13 üstü 2'yə baxmalıydınız. Yəni 9. 3 olsaydı 13 üstü 3, yəni 3 üstü 3'ə baxmalıydınız. Bu şəkildə həmişə qüvvətli 4'ə bölürsünüz və alınan qalığı buraya yazırsınız. Növbəti testdə baxırıq. Əkob MN 60 və C ədədi M və N ədədlərinin ortaq olmayan sayda qrupların hasili olarsa N vur C tapın. Deməli, qaydamız buydu da əkob bərabərdir. Kök altında A vur B vur C. Düzdürmü? İndi qaydaya baxaq. Deyir ki, hər tərəfi kvadrata yüksəltsək, bunu da qayda kimi yaza bilərsiniz. Əkobun kvadratı bərabərdir A vur B vur C. Deyir ki,
Əküb 60-dır və M-in ədədlərinin ortaq olmayan sayda bloklarının hasili olarsa C. Hə. Burada A və B yazmayıb, M-in yazıb da, yəni belə yazaq. Əkobun kvadratı bərabərdir. M vur, C. Bizdən də M vur, C hasilini soruşur. Bu da əkobun kvadratıdır, yəni 60-ın kvadratı. Bu da bizə verir 3600 Y variantı bu şəkildə. 7-ci testə baxırıq. Əköb AB 7, A 0 olmazsa, 0-a bərabər deyil. AB cəmini tapaq. Deməli, əköb AB 7 və A deyir 0-dan fərqli bir ədəddir. Deməli, əköb 7 olmağı üçün biz nə götürə bilərik uşaqlar? 1 və 7. 1 və 7 götürsək, çünki əslində 7 də götürə bilərdik. 7-nin də əkobu 7 olur. Plus deyir, AB-yə bərabər ola bilməz. Deməli, bu 1 və 7-dir. 1 və 7 cəm olur 8. Bəzən deyir ki, məsələn, sualı belə də qoyur. Deyir, əkob AB 7-dir. A plus B cəminin ən böyük qiyməti tapın. Əgər bu şərt yoxdursa, uşaqlar, sizə demirsə AB-yə bərabər ola bilməz. Elə 7 götürüb, ən böyük cəmdir deyəndə 7 üstə gəl 7, 14 şəklində hesablaya bilərsiniz. 8-ci testə baxırıq. Əköb 2x, 3x bərabər əköb 45, 100. Gəlin əvvəlcə 45 və 100-ün əkobunu tapaq. 45-i bölürük 3-ə, 15, 15-i bölürük 3-ə, 5, 5, 1. 100-ü bölürük 2-yə, 50, 50-ni bölürük 2-yə, 25, 25-i 5-ə, 5, 5, 1. İndi biz əköbü necə tapırdıq? İkisində ortaq olanlar, demək, ikisində ortaq olan bizdə nədir? 5. Düzdür. İkisində ortaq olan 5. O zaman qaydamız belədir. 45-i vururuq, o birisində ortaq olmayanlara 2 vur, 2 vur, 5 ya da ikisi 100-ü vururuq, o birisində ortaq olmayan 3 vur, 3. İkisində də görəcəksiniz ki, cavab 900-dür. İndi 2 vur x və 3 vur x-in ortağı nədir? X. Deməli, əkob 2 vur, 3 vur x. Bu da 900-dürsə, burada tənlik alınır. 6x bərabər. 900, 900'ü 6'ya bölürük. Düzgün cevap olur 150 D variantı. Daha sonra 9-cu testə baxırıq. 120, 144 və 324-ün əkobu. Hər birini sayda bloklara ayırırıq. 120 bölü 2, 60 bölü 2, 30 bölü 2, 15, 3, 5, 5, 1. 144 bölü 2, 72 bölü 2, 36 bölü 2, 18 bölü 2, 9, 3, 3, 3, 1. 324 bölü 2, 162 bölü 2, 81 bölü 3, 27 bölü 3, 9 bölü 3, 3, 3, 1. İndi ortaq olanları əvvəlcə gəlin dairəyalıq hamısında. Deməli, 2 burada da var, burada da. Yenə 2, yenə. Daha sonra bu 2'lər burada var, amma burada yoxdur. Neçə dənə 3'ümüz var? Bir dənə də 3'ümüz var. Düzdürmü? 3 dənənin heç dairəyə almadan da uşaqlar bax bu şəkildə də eləyə bilərsiniz. 120'ni götürdüm tam. Yəni 2 vur, 2 vur, 2 vur, 3 vur, 5. Bu 120'nin sayda blokları. Şimdi 144'te 1, 2, 3, 4 tane 2 var. Zaten 3'ünü yazmışıq. Deməli mənə bir dənə 2 lazımdır, düzdürmü? 3'ü burada var. 2 tane 3 lazımdır. Biri burada varsa birini yazırıq. Geldi 324'e 1, 2, 2 tane 2 zaten burada var. 1, 2, 3, 4 tane 3 lazımdır. Burada ikisi var. Biz de sadece ikisini yazırıq. Şimdi hesaplayaq. 2 vur 2, 4, 4 vur 2, 8, 8 vur 2, 16. Daha sonra 2'ler gitti. Daha sonra burada ne kaldı? Vur 5, vur 3 vur 3, 9, 9 vur 3, 27, 81, 16 vur 5, 80, 80 vur 81. Bu da bize verecek 648, yanında da 1 0. Yani 9. testimizin düz vurmayabilirik mi? 9. testimizde düzgün cevap B variantı düzdür. Daha sonra 10. teste baxaq. Abov 108, 135, 216, 108,
108 bölü 2 54 bölü 2 27 bölü 3 9 3 3 3 1 135 3'e böl 45 3 15 3 5 5 1 216 bölü 2 108 bölü 2 54 bölü 2 27 bölü 3 9 bölü 3 3 3 1 Deməli, əbab necə tapılır? Ortaq olanlar 2 burada var, burada var, burada yoxdur. Deməli, bu ola bilməz. 3 3 3 Daha sonra yenə növbəti 3 burada da var, burada da var, burada da var və növbəti 3 yenə də hər birində var. Deməli, 3 vur, 3 vur, 3 əbab olur. 27 10-cu testimizin düzgün cavabı. Davam edək. 11A 4B 3 rəqəmli ədədini 11-ə, 4-ə və 5-ə qalıqsız bölündüyünü bilərək A ədədini tapın. Deməli, tez düşünürəm ki, əgər bu ədəd 4-ə bölünürsə, sonu ya 40-dır, ya 44-dür, ya 48. Axı 4-ə bölünmədə son 2 rəqəm 4-ə bölünməlidir, düzdür? Əla. İndi 5-ə bölünürsə 44, 48 ola bilməz. Deməli, B 0-dır. Bunu artıq buradan bildik. B-ni tapdıq. İndi qalıqsız bölündüyünü bilir. Ay, bir dənə A-nı tapmalıyıq ki, bu ədəd 11-ə bölünsün. Əlbəttə ki, bu da neçə olmalıdır? 11-ə bölünmək üçün 4 olmalıdır ki, 440 11-ə bölünsün. Yəni, düzgün cavab olur D variantı. Deyir ki, X 6667'dir. Y-də 28800 düzmü görürəm bir dəqiqə. 28885 olduğuna görə XY hasılı 9-a bölünməsindən alınan qalığı tapın. Uşaqlar, da bunu imtahan tutub hesablamırsınız da, bilirsiniz. İkisinin də rəqəmlər cəmini tapın. Çünki 9-a bölünmə əlamətində elə demişdik də, rəqəmlər cəmi 9-a bölünməlidir. 18 üstə gəlir 25. 25-i 9-a bölsəm, bizə ancaq qalıq lazımdır. Qalıq 7. Yəni, bunu yox, ancaq qalığı. İndi bu hissəni tapaq. 2, 8, 8, 8, 5. Deməli, 10, 26, 31. 31-i də bölək 9-a, qalıq neçə olur? 4. Bunu da 4'ə vurduq. İndi siz belə düşünün. 7 vur 4 hasilinin 9-a bölünməsindən alınan qalıq. 7 vur 4, 28. 28-i də 9-a bölsək, qalıq olur 1. Bu şəkildə. 13-cü testə baxırıq. 120 ədədinin müsbət tam bölənlərinin sayı zaten elə natural bölənlərin sayına bərabərdir. 120 bölü 2, 60 bölü 2, 30 bölü 2, 15 bölü 3, 5, 5. Yəni, ümumi bir təkrar eləyək uşaqlar. 1, 2, 3, 4, 5. Deməli, mən sizdən soruşsam uşaqlar 120-nin sadə vuruqlarının sayı deyəcəksiniz 5. Desəm, müxtəlif sadə vuruqları 2, 3, 5, 3. Desəm, sadə bölən, bölən. Sadə bölən elə müxtəlif sadə vuruqla eyni bir şeydir. Desəm, müxtəlif sadə bölən, o da olacaq 2, 3, 5. Bəs bölən sayını, natural bölən sayı necə tapılır? 2-dən neçədən nədir? 3, 3-dən bir dənə, 5-dən bir dənə. Deməli, bunlar bir vahid artırıram. 4 vur, 2 vur, 2, 16 böləni var. Və ya deyə bilərsiniz 16 natural böləni var. Və ya deyə bilərsiniz 16 müsbət tam böləni var. Deyə bilərsiniz 16 mənfi tam böləni var. Ümumi isə 32, yəni 16-sı müsbət, 16-sı mənfi. Cəmi 32 tam böləni var. Həmçinin 16 böləndən ikisi sadə, yox, 3-ü sadə böləndir. Bir də 1-i çıxın, çünki bir nə sadə, nə mürəkkəbdir. 1-i və 3-ü çıxsam, 12 də mürəkkəb böləndir. Bu hissiyə ümumi təkrar üçün dedim. İndi bizdən soruşur tam bölən sayı, müsbət tam bölənlərin sayı elə natural bölənlərin sayına bərabərdir. Yəni 2x üstə gəl 4, 16-dır. Tənliyi həll edək. 16 çıx 4, 12, 12-ni də 2-yə bölərik. Düzgün cavab olacaq A variantı. Çox maraqlı bir test. Aşağıdakı bölmə əməlinə görə aşağıdakı 14'ü deyirəm də, aşağıdakı bölmə əməlinə görə K ədədi neçədir? Deməli, 197. Burada A yazıb, 9. Burada nə yazıb? Bu şəkildə. K. İndi baxırıq.
Bax, siz ümumilikdə bilməlisiniz ki, K ədədi neçədir? K-nı soruşur, qalığı soruşur. 197-nin 197-nin 9-a ən rahat elə 197-yi oturaq rahat 9-a bölək. Gözümüzü niyə yoruruq ki? 197-ni 9-a bölsək, 19-un içərisində 2 dəfə bu bizə verəcək 21 qalıq 21 vur 9 189 197 də çıxsaq neçə verəcək? 8. Düzdürmü? Bax 197-ni 9-a bölsəm 21 qalıq 8. İndi bu neyini? 197-ni 21-ə bölüb 9 qalıq 8. 9-u cavaba yazıbdır. Yəni K 8-dir, Y variantı. 15-ci testə baxırıq. A və B ədədlərinin ortaq olmayan sayda vuruqlarının hasili. Ortaq olmayan sayda vuruqların hasili bilirik də C-dir. Və həmçinin əbob da verilibdir. Bizim bir düsturumuz var uşaqlar, yadımıza salaq. Əbob bərabərdir. Kök altında A vur B bölünsün C. Hər tərəfi kvadrata yüksəlsək, əbobun kvadratı bərabərdir A vur B böl C. Ya da bu düsturu yadınızda saxlayın. A vur B, yəni AB asili bərabərdir. Əbobun kvadratı vurulsun C. Əbob 8-dir. 8-in kvadratını da vururuq 9-a. 64 vur 9, 36, 3 yadda 54, 57. Düzgün cavab olur 576. 16-cı testə baxırıq. Əkob 100 və 120-nin əkobu. 100-ün sadə vuruqları ayırsaq 100 bölü 2, 50 bölü 2, 25 bölü 5, 5, 5, 1. 120 böl 2 60 böl 2 30 böl 2 15 böl 3 5 5 1. Düzdürmü? Deməli 2 yenə 2 və 5. Deməli əbobu soruşmur, amma yenə də yazaq. 2 vur 2 vur 5. Əbob 20. Bəs əkobu necə tapırıq? 120-ni o birisində dairəyə alınmayan nə var? 5. 120 vur 5 600 ya da 100-ü vururuq. Digərində dairəyə alınmayan 2 vur 3, yenə 600. 600-ü də bölürəm, 100 vurulsun 120. Buradan ixtisar gedir, 6 qalır, 6 və 120 ixtisar gedir, cavab olur 20-də 1. 16-cı testimizin düzgün cavabı. 17, deməli 17-də nə deyir? Deyir 2 üstü 4 vurulsun 3. Bir də 18-in sayda vuruqları, o isə 2 vur, 3 vur 3-dür. Yəni 2 vurulsun 3-dür 2. İndi yadınızda saxlayın bu qaydanı. Əbob deyirsə, qüvvəti az olanlar götürülür. Əkob deyirsə, qüvvəti çox olanlar. Yəni, baxın, 2 üstü 4, 2 üstü 1. Burada birinci əkobdur. Hansının qüvvəti çoxdur? Əlbəttə ki, 4. 3 üstü 1, 3 üstü 2. Hansının qüvvəti çoxdur? 3 üstü 2. Bax, çoxlar əkoba gedir. İndi 2 üstü 4, 2 üstü 1. Hansı azdır? 2 üstü 1. 3 üstü 1, 3 üstü 2. Hansı azdır? 3 üstü 1'lər. İndi hesablasaq 2 üstü 4-dən 2 üstü 1'i gedəcək. Burada 2 üstü 3 qalacaq. Daha sonra 3 üstü 2'dən də 1'i gedəcək. 3 üstü 1 qalacaq. Yəni 2 vur 2 vur 2, 8 vur 3. Bu da bizə verəcək 24. Düzgün cavab D variantı. Davam edirik. Deyir, açıq bir A üstə gəlbi 13 hər ikisi natural ədədlərdirsə, 13-ün vurması deyəndə ağlımıza nə gəlir? 1 vur 13. Deməli, indi biz bura 1, bura 13 yaza bilmərik. Düzdürmü? Çünki A üstə gəlbi B-nin 1 olmağı, açıq B-nin isə 13 olmağı, deməli, orada mənfi alınacaq. Axı, bu deyil natural ədədlərdir. Ona görə biz gəlin bunu götürək. 1, bu hissəni götürək 13. 2 ədədin fərqi 1, cəmi 13-dürsə, bu hansı ədədlər olar? Tənliklər sistemindən kömək alaqmı? Mənfi 6 toplayacaq, 2A bərabərdir 14, A bərabərdir 7. Deməli, bu 7-dir, bu isə 6-dır. Bizdən soruşur 2 vur 7 üstə gəl 6, 14 üstə gəl 6. Düzgün cavab olur Y variantı 20. Daha sonra növbəti.
Hasili 3780 olan iki ədədin ortaq olmayan sayda vuruqların hasili, yəni ise 420'dir. A vur B isə 3780'dir. Əbob istəyir. Əbob necə tapılırdı? Əbob bərabərdir. Kök altında A vur olsun B böl C. Deməli, A vur B 3780. Onu 420'yə bölsək, deməli, bu neçə alınır? Elə ixtisar gedir 420'nin özünə 9 kök altında 9 kök altında 9'dan da düzgün cevap çıxır 3 D variantı. Və sonuncu testimiz, deməli AB bölünsün C bərabərdir 324 deyir. Əbob AB-ni tapın. Yenə düsturumuz çox rahatdır. A vur olsun B bölünsün C. Zaten bunun qiymətini də verib. Kök altında 324. Kök altında 324'dən də nə çıxır? 18. 20. testimizin düzgün cevabı olur B variantı. Uşaqlar, tekrar izahlara baxın. Mən inanıram ki, sizə tam rahat aydın olacaq. Amma yenə də nəsə bir çətinliyi bir olarsa, zəhmət olmasa dərs zamanı yaxınlaşın, yenidən müzakirə edək. Uğurlar hər birinizə. Növbəti izahlarda görüşərik. Allah əmanət olun.